200-300 metrə məni sürüdülər, apardılar. Qan, torpaq, yara, tikanlı yerlərdən nəfər gəldi, sürürdülər məni. Elə bir leş kimi bilənçi götürüb maşınlarına atdılar məni. Qısına çörək atəşə tutulmuşlar və nəticədə əsgər Elməddin Əbiyev əsir götürülmüş. Bir ay müddətində bir eyni istiqamətlə mənim üzümü qısdırıblar. Fikrimdə düşünürdüm ki, odur ya da özümü qəsd eləyim, öldürüm. Maşına minəndə istər-istəməz mənim gözümü bağladı. Bir snayper bu tərəfdə gizlənib, bir yanda silahla gizlənib. Ancaq tanımıram, ərazisi xa tərəfdədir. Ağdam rayonunun Qərbər kəndi ərazisində Azərbaycan tərəfinə təhvil verildi. Əbiyev Elməddin Güləvoğlu, Cəlilabad rayonunun Qarazanzər kəndinin yaşayışında yaşayıram. Bankomat tərəfindən mənə çağırış bildiriş verilmişdi. Mən də həmin 2001-in oktyabr ayında əskəriyə getdim, bankomat tərəfindən, hərbi tərəf. Getdim, özüm hal-hazırda malaqalığım düşdü Ağdam zonasında. Ağdam zonasında qulluğumu 3 ayımı tamam elədim, oradan da bölündüm, ön xəttlərə düşdüm. Keçmiş təmas xəttinədir? Bəli. Sadəcə orada 1 il 3 ayım tam qulluq eləmişdim. 2 Maladoy əskər, yəni azıb yemək gətirmişdilər bizə. Yemək gətirib verəndə yolu azmışdılar. Post isminində də mən idim. 2 saat ərzində mən zavadda daşıyırdım. Azıb hara getmişdilər? Erməni tərəfə təmas xəttinə? Erməni təmas xəttinə keçmişdilər o tərəfə. Yəni bundan da mənim məlumatım oldu. Onlara geri qaytarmaq. Təxminən nə qədər müddət sonra xəbərin oldu? Onlar hardasa bir 15-20 dəqiqə, yarım saat beləncə fərqimiz oldu. Getdim onlara, yaxınlaşdım, çatdım onlara. Necə oldu? Bax, həmin ərazidə minalanmış ərazilər oldu. Minalanmış, bəli, minalıdır, üzüm sahəsidir, üzümlük idi. Məsələn, bunlara getdim, çatdım. Məsafə vaxtını hardasa bir 100 metrə, 150 metrə keçmişdilər o tərəfə, ön xəttdən. Mən də getdim, bunlara çatdım. Bunları geri bildirdim ki, yəni qabaq erməni tərəfidir, keçməyin. Artıq o istiqamətə doğru gedirdilər. Ay, sağ ol. Bunları geri qaytaran momentində bizi gülləyə atdılar. Mən yaralandım orada, əsir düşdüm. Bunlar geri qayıtdılar, gəldilər öz tərəfimizə. Bu momentlərdə də yəni mən yaralandım. Qıçımdan dəydi güllə. Ondan sonra 200-300 metrə məni sürüdülər, apardılar. Qan, torpaq, yara, tikanlı yerlərdən nətər gəldi, sürürdülər məni. Sonra maşında atdılar ki, elə bir leş kimi bilənçi götürüb maşınlarına atdılar məni. 6-7 il məni sigaret çəkə-çəkə üstümə, sigaretin müçüklərini atmağı, təhqirici sözlər deməklə. O vaxta kimi fikrim özümdə idi, yəni itirməmişdim özümü. Ancaq yaralı vəziyyətdə qan gedirdi. Eləncə özüm huş apardı. Onda aydın gördüm ki, band səviyyə. Və bir daha xatırladaq ki, yanvarın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonu ərazisində Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yerləşən Ensaylı hərbi hissənin əsgərləri 2002-ci ilin aprel ayında Quba rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Şahin İskəndəroğlu Əbdülrəhmanov və 2001-ci ilin oktyabrında Cəlilabad hərbi komissarlığından orduya xidmətə çağırılmış Elməddin Güləvoğlu Əbiyev ermənilərin pusuqusuna düşərək atəşə tutulmuşlar və nəticədə əsgər Elməddin Əbiyev əsir götürülmüş. Şahin Əbdülrəhmanov isə yaralanmışdı. Yaralı əsgər indi Sərhəd Qoşunlarının hərbi hospitalındadır, vəziyyəti qənaətbəxşdir. Ermənilərin əsir götürdüyü Elməddin Əbiyev isə indi Dağlıq Qarabağdakı hərbi hospitallardan birindədir. Ərzə verib Kəncəvetinə ki, mən gedim döyüş bölgəsində mən istəyirəm ki, saldatlığımı çəkəm. Biz özümüz də bu Elməddinə köməklik məqsədi ilə cəbhə bölgəsinə, döyüş bölgəsinə zamanlarımızla, qanımızla, canımızla vuruşmağa hazırıq. Ensaylı hərbi hissənin komandanlığından valideynlərə bildiriblər ki, yanvarın 8-də səhər saat 8 radələrində ermənilər atəşkəs pozublar. Azərbaycan əskərləri cavab atəş açmağa məcbur olublar. Atışma zamanı əskərlərimizdən biri yaralanıb. Nurlu növü xidməti və cəsarətli seçilən Elməddin Əbiyev yaralı əskəri xilas etmək üçün yoldaşları ilə bərabər irəli atılıb. Yaralı əskər xilas edilsə də Elməddin Əbiyev ermənilərin pusuqusuna düşərək girov götürülüb. Bir ay ərzində yatdım orada. Bir ay ərzində Xankəndi şəhərində idilər. Bəli, İspana Xankəndə gedirdi orada. Bir ay ərzində gördüyüm şeylər, yəni iynəni vurmaqla incidə məni o formada müalicə eləyirdilər.
Pilusda orada Necə incidə vurdular? yəni istədikləri kimi də xəstə ilə yaxşı davranmağı bilmirdilər. Yəni öz xəstə düşmən formasında, yəni mən düşmənəmsə, onlar özlərini göstərirdilər ki, bu formada məni incidirdilər. Mən onların dilini bilmədiyinə başa sala bilmirdim ki, yəni bədənim ağrıyırdı. Həmin vaxtlarda da bir ay lezviylə, çil lezviylə üzümü qırtdılar. Əlimlə pamaz oxluyurdum. Dizlərimlə yatdığım yerdə yaralı vəziyyətində üzümü qırxırdım. Bir ay ərzı mənə elə bir ömürlük həsr oldu da. Yəni geri qayıtmaq, Azərbaycan dövlətinə qayıtmağıma. Ümumiyyətlə erməni hərbiçiləri necə deyilmədi? Erməni hərbiçiləri də gəlirdilər, sənə baş çəkirdilər. Belə gəlirdilər, göstərirdilər. Hər mülki insanları mənə göstərirdilər ki, bu insan mənim düşmənimdir, bizim düşmənimizdir. Yatdığım yerdə. Sadəcə mən olan dilini başa düşə bilmədiyimə görə belə durub susurdum. Bilmirdim nə danışırlar, nə deyirlər. Hansı yaş həddində olan uşaqları gətirdilər əsasən səni? Hardasa 3-cü, 4-cü siniflərdən gətirirdilər ki, göstərirdilər orada ban hissədə mənə. Həmin vaxtlarda mən istər-istəməz həyəcandan, yəni fikirdən elə bir ömür irəli geri düşdüm. Nə deyim qardaş? Yəni yeməyin, qidalanman necə idi? Qidalanma deyəndə mən aparatdan çıxmışdım. Mənə quru yeməklər ən çox verirdilər ki, yəni incidirdi o da mənə. Olmazdı mənə quru yeməklər vermək. Yəni onlar istədiyi kimi yeməkləri verirdilər mənə ki, incidirdi o da mənə. Orada da həm təmizlik vaxtlarda eşidirdilər ki, yoxlama gəlir. Başlayırdılar ki, palatanı zadı təmizləməyə, eləməyə. Mən də məcburi qarşısında qalırdım ki, onların dediyini eləyirdim. Yəni üzümü zadımı qırtdırırdılar, lezviylə, çil lezviylə, yəni pamazovsuz, zadsız, köməksiz, zadsız, yəni bu şəraitləri özüm çətinliklə eləmişəm bunları. Bir ay müddətində bir eyni istanokla mənim üzümü qırtdırıblar bunlar. Aypara cəmiyyətinin üzvləri gəlmişdi orada, vəziyyəti onlar danışdılar mənə, bildirdilər ki, sən narahat olma, səni filan ayında, filan tarixdə səni Azərbaycan dövlətinə təhvil verəcək. Nəsə mən özümə biraz inanmadım. Fikir dalıcət gəlirdi ki, həyəcan dalıcət gəlirdi ki, o günü gözləyirdim ki, mən öz vətənimə qayıdıram, valideynimin qayıdıram, yanına gedirəm. Anamın üzü güləcək. Gülağa Abiyev isə bugün bir sıra beynəlxalq təşkilatların qapısını döyüb. ATƏT Minsk qrupunun Bakı ofisində ona oğlunun əsirlikdən azad ediləcəyinə söz veriblər. Bu əskər atası ilə sizi biz tanış edirik. Gülağa Abiyev. Amma onun oğlu həm də əsirdir. Ata özü oğlunu 26 gündür ki gözləyir. Artıq Cəlilabadda gözləməkdən yorulub. Amma buna baxmayaraq, Abiyevin atası yanvar ayının 21-də Dağlıq Qarabağın erməni icması rəhbərliyinin nümayəndəsi Aleksandr Qirqaryanın Elməddinlə görüş təşkil etməsi ilə əlaqədar təklifini rədd edib. Xalqı mən necə erməninin gedim ayağına verim ki, deyim, mənim oğlumu burax. Mənim xalqımın yolunda oğlum gedib, xalqımı da alıb verəcək, mən buna əminəm. Orada inanmırdım ki, mən Azərbaycan torpağına bir də geri qayıdım. Ancaq fikir düşünürdüm ki, valideynlərim nə edir evdə, bacım, qardaşım, nə iş görürlər ki. Ancaq onları düşünmüşəm, özümü düşünməmişəm. Tutulduğum gündən, yaralandığım gündən Azərbaycan torpağına qayıdan gününə kimi. Milli Ordunun əskəri Elməddin Abiyev Azərbaycana qaytarılacaq məlumatı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından almışıq. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi rəhbərliyinin hərbi əsir Elməddin Abiyevin azad olunması ilə bağlı Ermənistanla apardığı növbəti danışıqlar nəticəsiz qalmadı. Nəhayət ki, Elməddin Abiyevin əsirlikdən azad olunması ilə əlaqədar razılıq əldə edilib. Bu məlumata ANS-in sorğusuna cavab verərkən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbər əvəzi Gülşən Əliyeva verib. Əskərin qısa müddət ərzində geri qaytarılacağı istisna edilmir. Lakin yaralı vəziyyətdə əsir götürülən Elməddin Abiyevin üzərində cərrahiyyə əməliyyatı aparıldığından onun azad olunması prosesinin uğurla həyata keçirilməsi üçün səhhətinin daha da yaxşılaşdırılması tələb olunur. Dəyişdirməyə də fevralın 6-sı idi. Mənə bildirdilər ki, hazırlaş. Mən də hazırlaşdım. Bir yandan fikrim gəlir ki, məni aparırlar, başqa bir zindana aparırlar. Ya alladırlar məni, nə isə yeriyə bilirsən, yeriyə bilmirsən, məni ondan yoxlayırdılar.
Mən tam özüm hazır vəziyyətdə olmadığıma görə deyirdim ki, yeriyə bilmirəm. Qorxumdan, yəni çəkinəcəyimdən deyirdim ki, bunlar məni başqa bir yerə aparıb, o tam sağalım mən. Nəsə bir şans düşər ki, dedim bizdən bunların əlindən yəni çıxıb qaçmağa görə ki, fikrimdə düşünürdüm ki, odur ya da özümü qəsd eləyim, öldürüm. Yəni iki fikrim var idi. Ya qaçmaq, ya özümü öldürmək fikrindeydim ki, yəni burada nəyə yaşayıram, yaşayışım nə olacaq mənim bu düşmən tərəfində. Necə qəsd eləməyi planlaşdırdın özünə? Bir yolu, düşərsə? bir fürsət yəni ya özümü asıl öldürməklə, ya nəsə özümü zəhərləyib öldürməklə bir yolun tapacaqdım. Yəni o fikirdeydim. Gözümü bağladılar qardaş. Gözümü bağlayanda Xəstəxanada. hə, yox, mən xəstəxanadan maşına minəndə istər-istəməz mənim gözümü bağladılar. Onda bir dəfədə bir ömürdə geri düşdüm də, həyəcandan bilmirdim ki, hara gedirəm, təkəm, heç kimi tanımıram, inanmıram. Yəni düşmən əlindəyəm. Gözümü bağlayandan sonra mindirdilər maşına Oaza. 2 nəfər oturdu sağımda, solumda. Oazda gözü bağlı bilmirəm hangi tərəfə gedirəm. O üçün gəldim, çatdım. Mənim onda bir də gördüm ki, saxladılar maşını, gözümü saldılar aşağı, gözümü açdılar. Gördüm ön xəttdə. Bir sniper bu tərəfdə, yəni gizlənib, biri bir yanda silahla gizlənib. Ancaq tanımıram ərazi xa tərəfdədir. Onda baxdım, gördüm ki, tam məni ön xəttə çıxardandan sonra gördüm ki, gözümü onda açdılar ki, ön xətti dəyişilmə yeridir. Aypara cəmiyyətinin əli ilə ağ bayraqları götürdülər. Məni 15:00-da məni Azərbaycan tərəfinə keçirdilər. Fevralın 7-si. Fevralın 6-sı. 6-sı. Onda keçirdilər məni Azərbaycan torpağının tərəfindən ön xəttdə sərhəddə kəsdilər. Mərkəzdə ön keçişlər var. Orada məni saxladılar ki, onlar tərəfdən yəni gəlməlidir bir nəfər. Gözü bağlı, ora kimi məni apardılar. Tam Azərbaycan torpağına keçməyincə mənim gözümü açmadılar. Ancaq sadəcə ayağımın altını tək bir dənə görürəm ki, bir dənə cızım üstü ilə gedirəm ki, bir sağımda, bir solumda tutublar qolumdan. Eləyirəm ki, biraz qalxsın ki, görüm də yolun qaydasını görüm ki, xa tərəfə gedirəm mən. Onda baxdım, gördüm bir dənə ayağımın altını bir cızı görürəm. Öz saxladılar məni, öz tərəfimizdən, Azərbaycan tərəfindən gəldilər. O üçün orada məni dəyişdilər. Həm vaxt ilk Azərbaycanca danışan şəxsdən eşitdiyin söz nə oldu sən? Xoş gəlibsiniz qardaş. Öz tərəfimizə, yəni əyərin düşərli olsun, gəlsin, o birisilər də gəlsin ki, sevinə-sevinə öz torpağımıza düşsün. Atasının, valideynlərinə, evinə, eşiyinə gəlsin. Nə hisslər keçirdin ölməkdə, bax bunları eşidəndə? Həmin həyəcanda inanırsan, gözümü açan kimi valideynimi gəzirdim orada ki, yəni görüb valideynim hardadır, nə əzab çəkib mən, yəni bu bir ərzində mən nə eləyib. Düzdür, oradakılar da hamısı da məni istəyənlər idi, sağ olsunlar. İstəyir hərbiçisi olsun, istəyir adi adamı olsun, hamısı elə mənim bir valideynim kimi bir insandılar. Allah köməkləri olsun oradakı mənim yolumda əziyyət çəkənləri, orada məni valideynimə gətirib qovuşduranları. Ağdam rayonunun Qərbər kəndi ərazisində Azərbaycan tərəfinə təhvil verildi. Qeyd edək ki, ötən gün səhərdən hərbçilərin nəzarətinə götürülmüş Bərdə Ağdam magistral yolu üzərindəki polis postunda gücləndirilmiş rejim tətbiq edilmişdi. Saat 14-də hərbi əsiri təhvil almağa gedən təcili yardım maşını Qırmızı Xaç Cəmiyyətinə və hərbi korpus komandirinə məxsus 3 avtomobildən ibarət heyət Qərbər kəndi istiqamətinə yollanandan sonra başqa maşınların hərəkətinə qadağan qoyulub. Jurnalistləri də əsrin təhvil alınması prosesini müşahidə etməyə buraxmayıblar. Saat 16:40-da hərbi əsiri gətirən heyət postu keçərkən MT-nin Bərdə şöbəsində dayanıb. Əsir və girovlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər əvəzi Gülşən Əliyeva Elməddin Abıyevin səhhətinin yaxşı olduğunu və heç bir köməksiz öz ayağı ilə Azərbaycan tərəfinə keçdiyini bildirib. Elməddin Abıyevin müalicəsi MT-nin Ağdamdakı hospitalında davam etdiriləcək. Valideynləri isə onunla artıq bugün görüşə biləcəklər. Adım Gəncədə gedirdi. Özüm ancaq Sərzalıda yatırdım. Ağdam Sərzalı hospitalında yatırdım ki, yəni olmazdı, mənim danışdırmaq olmazdı. Yaralı vəziyyətində olduğuma görə məni bu
yəni hərbi olduğuna görə, yəni bu sir olduğuna görə mənə tam icazə verilmirdi mənim danışmağıma ki, yaralı olduğuma görə. Tam sağalandan sonra mənə valideynlərimlə görüşə verdilər. Elə bir ay yatdım Sarıcalı hospitalında. Oradan da perevod elədilər məni ki, gördülər ki, biraz vəziyyətim çətinləşir. Oradan Papaniyaya yola saldılar mənə. Gecə ilə məni gətirdilər Papaniyada. O üçün Papaniyada məni müalicə elədilər orada. 7 ay orada mən müalicə oldum. Məsələn, durumun necə idi? Ermənilər düzgün səni əməliyyat eləmişdilər, yoxsa Azərbaycan kimləri yenidən əməliyyat elədilər? Ehtiyac oldu mu yeni əməliyyata? Bağırsağımı onun elədiyi iş o idi ki, yaralı bağırsaqlarımda güdə olan bağırsaqlarıma zərər dəyməsin. O bağırsağımı çölə çıxartmışdılar. Yoğun bağırsam ermənilər tərəfindən. Mənim də anlayışım olmadığından bilmirdim ki, o nəyə aiddir, nəyə görə çıxardılıb. Bundan xəbərsiz idim. Sadəcə onu bilirdim ki, bir paketdə, yəni bağırsağım, yoğun bağırsağım sol tərəfdən, yəni paketin içindədir. Sağ olsun həkimlərimiz, Azərbaycanın həkimləri, dövlətində, Papaniyasında yatdım. 7 ay orada yatdım qardaşım. 2 dəfə həmin onlar çıxardan tərəfindən bağırsağımın çöldə olan yerdən bir dəfə o şey vermişdi, vurdu bu tərəfimdən, yəni ona da toğramışdı, yəni güllə zədə vurmuşdu. Sonradan o bilindi bu üzdə. Onu da bu üzdə öz həkimlərimiz sağaltdı elədi. Papamın qeydiyyatında 7 ay yatdım. 7 ay yatdım. İlk atam gəldi. Qapını döydü beləncə, özümdən asılı olmadı. Tıkıldatdı, utandığımdan nətər yəni istəmirdim ki, bu qədər mən buna əziyyət verdiyimdən şeylədim. Gördüm, bana saçsız adı, hamısı ağarabdır. Bir ay ərzində anamdan ikisi gəlmişdi. Ay, beləncə, nəsə 5 dəqiqə, 10 dəqiqə danışdı yollarına otaqda. Söz gördülər ki, yəni mənə olmaz danışıq çox olmaq. Bunları çıxartdılar çölə. Sonra 7 ay yavaş 7 ay atam mənim yanımda qaldı elə orada. Sağ olsun, Allah kömək olsun. Onun əziyyətindən çıxa bilmərəm. Çox əziyyətlərimi çəkib. Nəsə eləncə bir gün oldu kəndə qayıtmaq. Yenə valideynim məni çıxartdı Banisadan, hospitaldan çıxartdı, evə gəlirdim. Evim isə 100 metrə qalıb, anam çıxıb qabağıma. Tanımır, Rəhman. Tanımır, bəs. Qonşular çıxdı, hələ tanımayan yoxdur məni. Bir nəfər tanıdı qonşudan. O da birbaşa bizə qaçmanı xələt almaq üçün anamdan qaçdı. Anam gəldi, bir 10 metrə qalmış məni tanıdı ki, mən Elməddinəm. Elə orada qucaqlaşdıq, öpüşdük, görüşdük. Elə qarşıladılar, sağ olsun qonşularımız, qohum əqrəbələr. Elə orada görüşdük, elədik, qonşu ilə məclis yığıldı, qonşular hamısı sağ olsunlar. Hamısı gəldilər, görüşdülər ki, göz aydınlığı verdilər, anamgilə, atamgilə. Belə... Sonradan eşitdin ki, bu bir ay müddət ərzində Azərbaycan mediası sənin barəndə fasiləsiz olaraq məlumatlar yayılmış, hətta o dövrdə Avropa Şurasında da müzakirə olundu. Yəni heç mən bunlardan xəbərsiz idim. Və Azərbaycan dövlət tərəfindən çəkilişləri, studiyaları, bütün kanalları mənim haqqımda verməkləri, valideynlərimin yanındayım, ailəmlə 3 uşağım var, üzr istəyirəm. Ailə başçısı olmuşam. Yəni ad günündə deyəsən artıq fevral ayına keçirsən. Avqustun 10-da ad günüm olurdu. İndi fevralın 6-sında mən Azərbaycan torpağına ayaq bastığıma görə doğulduğum günü o günə salmışam. Fevralın 6-sı qeyd edirəm. Gəldiyim günü də elə həmin vaxtlarda qeyd eləmişəm, yığıncaq elədim. Qonşu, dost, qardaş, sinif yoldaşlarımı yığdım. Həmin günü məclis yaratdım. Daha doğrusu onu yaratmağın səbəbkarı valideynlərimdir.
Belə qurbanlıqları kəsdilər, elədilər. Hətta 7 qurban almışdı valideynim. Onları kəsdilər, elədilər. Belə qarşıladılar məni, sağ olsunlar. Razıyam valideynlərimdən. Öz həyatı riskə atıb 2 nəfər əskəri xilas eləmisən, həyatını xilas eləmisən onların. Yəni ola bilərdi ki, sən yaralanmayasan, onlar yaralansın, onlar əsir düşsün. Sən bunu eləmədin və nəticədə məlum hadisələr baş verdi. Bu müddət ərzində həmin əskərlər qayıtdıqdan sonra da təhlükəsizlikdən sonra səni tapıblarmı, arayıblarmı, əlaqə qurublarmı? Onun biri ilə mən больницada yatmışam 3 ay, 4 ay. Əbdürrəhmanov Şahin. Gəldim, gördüm Papandiyadə. Bir palatada 3 ay yatdıq. Sən qayıtdıqdan sonra? Hə, Papandiyada yatdıq. O niyə xəstələnmişdi yoxsa necə? Həmin vaxtlarda məni aparan vaxtlarda o qaçanda görmüşdülər onu. Öz tərəfimizə qaçanda yaralandı, onun da böyründən vuruldu. O böyründən çıxmışdı. Amma sağ-salamat qayıtmışdı. Yəni bir yerdə yatdı, dərdləşdi, elədi. O da inanmırdı ki, mənim qayıtmam onun gözünün qabağında olan bir hadisədir. Mənim də gördüyüm bir hadisə idi. Yəni mən onlar tərəfindən dalıyca getmişdim. Yəni onun heç vaxt yadımdan çıxmaz bu kadrlar. Elə bir yerdə yatdıq qardaş. Ondan 3 ay, 4 ay belə bir yerdə yatdıq. Sonra o volt oldu, getdim, mən qaldım tək. İndi əlaqələriniz varmı? Yox, hələ indi də gəzirəm onu. Prosta tapa bilmirəm də. Yəni ünvan Hardan idi Qubada qalır. Qubada qalır. Quban harasındaydı? Yadımdan çıxıb. O ünvanı o həmin vaxtlarda demişdi. Əbdürrəhmanov Şahində. İndiyə kimi yadımdadır at familiyası. Belə tapsam şad oluram, onunla danışaram, eləyərəm. Ancaq gəl əlaqəm yoxdur. Ondan tapa bilmirəm. Yəni telefon nömrəsi o vaxtlarda başımız qarışıq idi. Yəni vəziyyət belə idi, ağır vəziyyətdə idim də mən. Yəni o düşüncədə olmadım, dedim ki, əlaqəmiz olar. Yəni adresi almadım. Ancaq onu bilirəm ki, Əbdürrəhmanov Şahindir. Familiyası çox gözəl bir insandır. Elə bir dostluğum elə orada 3 ay, 4 ay bir yerdə yatdı ki, orada oldu. Bir ana, atası rəhmətə gedib. Anası var. Hər anası da elə gələndə elə otaqda görüşürdük, danışırdıq, dərdləşirdik. Bax belə. Maraqlı müsahibəyə görə minnətdaram Elmədin. Çox sağ ol.